Herkese selamlayırıq. Biz hardan gəlirik bilsən? Xankəndindən. Xankəndi Ağdam yolu bu gündədir. İndi biz çıxarıqsa magistrala, Dövlət Yol Polisi avtomobili cərimə yaza bilər. Bizə cərimə yazmamaq üçün nə etməli? Avtomobil saxlayar, deyər ki, avtomobil çirklidir. Sizə cərimə yazacağım. Sizə deyə bilərsiniz ki, mən onun yerində qaldıracağım, cərimə yazmayın. Necə qaldıra bilərsiniz? Necə avtomobili 1 litr su ilə, 2 litr su ilə yuya bilərsiniz? Gəlin göstərin. Baxalarda bax. Arxa stoplar, dövlət qeydiyyat nişanı. Ayağı başlayın. Dövlət qeydiyyat nişanı, bax stoplar. Yalnız bax bunları yuyandan sonra yol patrul xidmət əməkdaşı sizə cərimə yaza bilməz. Baxın. Bunları yuduz, belə, keçdik qabağa. Şüşələrdə olan, bax gördünüz, şüşələrdə olan dönmə işıqlarını, harada dönmə işığı varsa mütləq yuyulmalıdır. Ön faralar, ön nömrə, ön faralar. Bu distronikində yox. Zolaq tanıması da tanınsın. Bu, bir də buradakı dönmə işığı. Bunları yuyandan sonra artıq Dövlət Yol Polisi sizə... Gəldi çatdıq artıq Bərdiyə. Samux keçən dəfə maşını yudurtmuşdum, sizə demişdim. Bax, Samux kəndindən üzbəüz qəşəng burada yuyucu var. Da baxmayaraq ki, nə olacaq ki, yol polisi cərimə yazmır. Artıq daha avtomobilin də yudurtmaq zamanı gəldi. Artıq şəhərə girmək üçün belə girmək olmaz. Həm elə xarici vətəndaşlar baxımından, həm elə özümüzünkülər üçün, yəni belə şəhərə girmək olmaz. Gəldik artıq Ağdam şəhərinə çatdıq. Burada da keçdik, gəldik Bərdədə. Mən burada da qəşəng avtomobilimi hər dəfə Xankəndindən gələndə burada yuyurlar. İndi burada qəşəngcənə də yuyacaqlar. Bundan sonra da özə nə altını üstünü də var, hər yerini yuyacaqlar. Bundan sonra da üst tutacaq. İnşallah ki Bakıya. Belə, çox səliqəli də yuyurlar. Hamısını yuyacaq özləşi, nə altını, üstünü, hamısını bir yerdə. Axırda da sizə göstərəcəm necə olacaq. Maşın peyçığı da bax, axıb gəlir. Qarabağ kanalına tökülür bax. Qarabağdan palçıq gətirmişik, Xankəndindən palçığı gətirib Bərdədə suya qarışdırırıq. Orada hal-hazırda yuyulur. Burada da gəlir, buradan tökülür, birbaşa bura. Yenə də Qarabağın palçığı, yenə də Qarabağa qalır. Bərdə rayonunda Samux kəndindən belə üzbəüzdür. İndi Samux kəndi deyil, burası Bərdə yolun üstündədir. O maşın qaldırıcıya qaldırırlar, yuyurlar. Altını 2 dəfə şampuniyacaqlar, düz altına qədər şampuniyacaqlar. Ondan sonra silib yuyacaqlar, hər şey qaydasında. Altına qədər şampuniyur, altını da 2 dəfə də özü suyla yuyurlar. Bir dənə bir yerdə istəsən də toz da qala bilməz. Heç olsa yaxşıdır. 6 manat. Bax. Əl işində görün, bax. Təkərlər də bir-birdən, hamısını əl. Baxın, görün, belə şeylərdə var. Nəyə ki Bakıda, bir Şəkidə də yox. Bax. Sənəkərə eşq olsun. Çək qoyduq toxuyaq. Allah. Deyirəm, belənsinin əl səlqəsi olan deyirəm, harda var? Heç yanda yoxdur. Sigaretdəki damaqda, ciyar da kef edir bir yandan. Belənsinin tərtəmizlənə. Əli ilə, altının hamısını əlindən yuyacaq, sonra da obş üstünü 2 dəfə də su vuracaq. Çox maraqlıdır. Əllərinə sağlıq, əziyyət çəkir. Bax, bir-bir hamısına bax, bir-bir belənsin verəcək təkərlərin. Altını şampunluyoruz. Belə yumaq harda var? Heç yanda. Belə yumaq heç yanda ola bilməz. Həqiqətən də əllərinə sağlıq. Çox gözəl də iş görürlər. Neçə? 6.